Priz tutdu anamı, yaşlı arvaddır. Təcili yardımı yığdıq, Uaz maşın belə evimizə gəlib çata bilmədi. Onu ocağımızda alıb 5-6 nəfər çıxartdıq, gecə kəndin sentrinə oradan alıb aparıb çatdırdıq. Adam maşınla bu da buraya kimi gəlir qardaş, buradan oyuna yük belimizdir. Quba rayonunun Zərqava kəndində İnqilab məhəlləsi adlanan ərazidə yaşayan sakinlər yol sarıdan çətinliklə üzləşiblər. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyatı qurumlardan kömək istəyirlər. 40-41 ildir, hesab elə ki, mən bu kənddə yaşayıram, bu yolumuza baxan yoxdur heç bir qorum tərəfindən. Yəni, körpə uşaqlarımız var, bu yağış yağdı, dərsə gedə bilmir. Bir cüt ayaqqabı alırıq, bir həftə görmürük. Yəni, bir dəfə ala bilirik, 2 dəfə ala bilmirik. Maşınlar qalır aşağıda, buradan biz ayaqla, ya atla, eşəklə xahiş eləyib birindən yükümüzü dartmalı oluruq. 6-7 il bundan qabaq qardaşım bu yolu çəkmişdi öz hesabına. Sonra bu il bu yağan leysanlar gəlib onu da süpürüb apardı. Borc xərclə getirdim, 700 manat xərc çəkdim. Bənd vurdum, torba alıb atdım. O da yandı. Ancaq kimə dərdimizi deyirik, heç kim baxan yox. Uşaqları məktəbə gedə bilmirlər, palçaq içində ayaqqabı qalmır, paltar qalmır. Belə deyir, şikayət eləyirik, deyir özümüz eləyirik. Təcil gəlir, güclə, zulüm edir. O vaxt ki, öldü xəstə sonra gəlir də təcil yardım. Neçə dəfə şikayət eləyiblər, yazıblar, heç kim baxmır. Maşınlar batır burada. Hal-hazırda buradan bir dənə traktor gəlib gedir yuxarı. Maşın gəlib gedə bilmir. Hətta sovet maşınları da gəlib gedə bilmir. Mən bu yoldan uşağı necə dərsə buraxım? Elə vaxt olur ki, ayda 2 də uşağı dərsə göndərirəm. O da göndərəndə o keşdən göndərirəm. Orada zibilli idi də, keşdir, qışın günüdür, qurd olur, çaqqal olur, tülkü olur. Qonağımız gəlir, yarı yoldan qayıdır. Uşaqlar üçün zülüm, yaşlılar üçün zülüm yoldur da, eləyirik. Bu ilki daşqın lap dəhşət oldu. Hamısının bütün otu kənd yeridir. Odunu buradan gəlir bu yolla, bu kəndə. Bir 30 təsərrüfata yaxın kənd obşa bağça şuna adlanır bu hissə. Heç at araba ilə, atla bunu yük götürüb apara bilmirik. Evdə produktumuz belimizə gəlir. Qazı aparıb doldururuq rayonda gətirəndə belimizə getiririk. Onu da sürüşə yıxılayıq. Uşaq vəbşə çətindir. Binədən belə olub. Öz hesabımızla eləmişik. Bu sel, su nəticəsində bu son illər lap belə acınacaq oldu. Təxminən o küçənin 1 kilometrə yaxın olmalıdır. Yeni bələdiyyə yaranandan o küçədə 1-2 dəfə traktor işləyib. Çalışmışıq ki, o palçıq təmizlənsin, müəyyən qədər gec gəliş qaydasında olsun.